Knauf diamant, polimer əlavələri və müxtəlif rəngli pigmentlərin qatıldığı sement əsaslı mineral struktur suvağı olub, su qovucu xüsusiyyətlərə malikdir və əlverişli hava şəraitlərinə qarşı dözümlüdür. Binaların fasadlarının suvaqlanması və yüksək rütubətli məkanlarda sement suvaqlı beton divar və tavanlardan, eləcə də binaların xarici istilik izolyasiyası sistemlərində, bina-içi gips suvaqlar və gips karton lövhələr və digər səthlərdə tətbiq olunur. Əllə və maşın üsulu ilə çəkilə bilər. Məsələn, PFT firmasının suvaq maşınları ilə. Özülün səthi və ətrafda havanın temperaturu müsbət 5 dərəcə Selsidən aşağı olmamalıdır. Özülün suvaq üçün nəzərdə tutulmuş hissəsi düz olmalı, onun səthi toz və çirkdən təmizlənməlidir. Knauf diamant məhlul qarışığını çəkməzdən əvvəl sement qum suvaqlı özülün səthini Knauf izogrunt astar boyası ilə rəngləmək və quruması üçün ən azı 12 saat gözləmək lazımdır. Kisədəki 25 kiloqram kütləni təqribən 7 litr təmiz soyuq suya töküb, suvaq mikseri ilə düyünsüz, eyni cinsli kütlə alınana qədər qarışdırmaq lazımdır. 15 dəqiqə gözləmək və yenidən qarışdırmaq lazımdır. Bir qapalı səth üçün tələb olunan qədər məhlul hazırlanmalıdır. Knauf diamant quru qarışığı yalnız su ilə qarışdırılır. Knauf diamant məhlul qarışığını özül səthə çəkmək və mala ilə buğda dənəsi qalınlığında hamarlamaq, dərhal plastik və ya polad sürtkəclə düz və dairəvi hərəkətlər etməklə səthə quruluş vermək lazımdır. Tamamlanmış səthə toxunmaq olmaz. Tamamlanmış səth bir daha sürtülməməlidir. Təzə suvağı sürətli qurumaqdan qorumaq lazımdır.